Gördüyünüz bu qədər qabaq heyf olmasın deyib ləzzətli qabaq şorbası hazırladım. Digər rayonlarda buna boranı, balqabaq da deyilir. Biz buna belə deyirik deyirsinizsə, fikirlərinizi videonun şərh bölməsinə əlavə etməyi unutmayın. Hazırlanma qaydasını videonun aşağı hissəsində qeyd eləyəcəm. Qabağın içini təmizlədikdən sonra içindəki ləpələri peçin altına atırıq ki, quruyandan sonra semişkə əvəzi yeyək. Həm də orqanizmə faydası çoxdur. Qabağın qabığını soyduqdan sonra xırda hissələrə ayırırıq. Əlavə olaraq yanına soğan, yer kökü, qırmızı istiot qoyub atırıq duxovkaya. 180 dərəcədə yarım saat saxladıqdan sonra qazana atıb, üstünə ət suyu, adi su, duz, istiot, toyuq bulyonu kimi əlavələri edib qoyuruq isti peçin üstünə bişmağa. Odundan, şulxadan peçə qoyuruq ki, yaxşıca yansın. Qaynadıqdan sonra geriyə qalır blenderdən keçirib mədəyə ötürmək. Evdə olan blenderimiz yaxşı işləmədiyindən dedim həm təzə blender alım, həm də anama hədiyyə olsun. Zaqtalada yerləşən Barkod mağazasında ay sonuna qədər endirim yarmarkası var idi. Tək yarmarka vaxtı yox, ümumiyyətlə burada bütün məhsullar ilkin ödənişsiz, faizsiz və komissiyasız satılırmış. Evə lazım olan hər bir şeyi də buradan əldə edə bilərsiniz. Blenderla şorbanın içində olan iri formada nə varsa yaxşıca keçiririk. Kənardan bir növ mərci supuna bənzəyən ləzzətli qabaq şorbası alınır. Dadı çox xoşuma gəldi, həm də faydası çoxdur. Hər kəsə yoxlamağı məsləhət görürəm. Hazırlayacaq olanlara nuş olsun deyib sizlərlə sağollaşıram. Növbəti vloqlarda görüşənədək.